Dostlar salam. Bugün sizə təqdim edəcəyimiz bu proqram vasitəsilə siz məktəbin dərs cədvəlini hazırlayacaqsınız. Proqrama keçməzdən öncə diqqətinizə çatdırmaq istəyirəm ki, proqramı internetdə həm pullu, həm də pulsuz olaraq əldə edə bilərsiniz. Pullu versiyası $99-dır, yəni proqramın saytına daxil olmaqla siz $99 ödəniş etməklə bir dəfəlik proqram əldə edə bilərsiniz. Amma pulsuz versiyasında isə bir çox funksiyalar işləmir, yaxud düzgün işləmir və ən əsası da cədvəli hazırladıqdan sonra çapa vermək mümkün olmur. Yəni biz cədvəlimizi hazırlayacağıq və sonda ekranda gördüyünüz kimi cədvəlin çap ediləsi yerində ekranda belə bir yazı ortaya çıxacaqdır. Diqqətinizə çatdırım ki, əgər siz proqramın pullu versiyasını əldə edə bilmirsinizsə, yəni $99 maddi imkanınız çatmırsa, o zaman ekranda gördüyünüz telefon nömrəsi ilə, yəni WhatsApp nömrəsi ilə əlaqə saxlamaqla siz proqramı daha ucuz qiymətə, yəni 50 manata əldə edə bilərsiniz. Yaxud proqramı əldə etdik, yaxud əldə etmək istəmirsiniz, siz sadəcə dərs cədvəlinizi hazırlatmaq istəyirsinizsə, o zaman yenə də ekranda gördüyünüz WhatsApp nömrəsinə yazmaqla siz məktəbinizin dərs cədvəlini sifariş edərək hazırlada bilərsiniz. Yəni biz sizin cədvəlinizi hazırlayacağıq. İndi isə keçək proqrama. Proqramı istifadə edən zaman, proqrama daxil olan zaman ilk qarşımıza belə bir pəncərə açılacaqdır. Ekranda gördüyünüz yeni düyməsinin üzərinə vurmaqla açılan pəncərədə məktəbimizin adını, gündəlik dərs saatını, məktəbiniz neçə günlükdür, yəni həftənin 5 günü işləyir, yaxud 6 günlükdürsə, biz bugün ən əsas vacib olan məqamları sizə qeyd edəcəyik. Daha sonra növbəti düyməsinin üzərində klik edirik və qarşımıza belə bir pəncərə açılır. Bu pəncərəyə biz yeni düyməsini daxil olmaqla fənlərin adlarını, yəni dərs cədvəlinə düşəcək fənlərin adlarını daxil edirik. Daha sonra növbəti düyməsinin üzərində klik edirik və gördüyünüz kimi biz burada bütün fənlərin adlarını qısa olaraq qeyd etmişik. Sonra isə növbəti düyməsinə klik edirik. Açılan bu səhifəyə biz yeni düyməsini bir daha yuxarıda gördüyünüz yeni düyməsinə vurmaqla tək-tək məktəbimizdə olan siniflərin daxil edirik. Sinifləri daxil etdikdən sonra növbəti düyməsinə klik edirik. Daha sonra sinif otaqlarına daxil edirik. Əgər sizin məktəbinizin sinif otağı kimya, biologiya, fizika, tarix və s. otaqlar varsa, o zaman buradan otaqlarınızı daxil edəcəksiniz. Yox, əgər yoxdursa, o zaman aşağıdan növbəti düyməsinin üzərinə klik edirik. Açılan pəncərədə müəllimlərimizin tək-tək, yəni dərs deyəcək cədvəldə dərsi olacaq müəllimlərimizin tək-tək adlarını daxil edirik və dərslərini, keçəcək dərsləri qeyd edirik. Və gördüyünüz kimi bu formada biz bütün müəllimlərimizi daxil etdik və artıq bağlı sözün üzərində, yəni hər bir müəllimi daxil etdikdən sonra bağlı sözün üzərində klik edirik. Və budur, artıq cədvəlimiz demək olar ki, hazırdır və cədvəldə üzərində biz müxtəlif dəyişiklik apara bilərik. Məsələn, müəllimlərimizin istəkləri var. Müəllimlərimiz həftənin müəyyən günlərini pəncərə istəyirlər, yaxud günün müəyyən saatlarını pəncərə istəyirlər, dərslərinin olmamağını istəyirlər, yaxud deyək ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili və s. əsas fənləri biz istəyir ki, günün əvvəlki saatlarına, birinci, ikinci, üçüncü saatlara düşsün. Məsələn, fiziki tərbiyə, texnologiya və s. dərsləri istəyirik ki, gün sonuncu saatlarına düşsün. Bunların hamısını biz cədvəl vasitəsilə düzəliş edə bilərik. Sadəcə vaxtın məhdud olduğu üçün bunları sizə detallı olaraq izah etməyəcəm. Cədvəl əgər xoşumuza gəlməzsə, cədvəli yenidən bizə təqdim edilməsini istəyirsə, o zaman yenisini generasiya et sözünün üzərində vururuq və burada normal, yüksək, çox yüksək formada, yəni daha dəqiqliklə yerləşdirməyini istəyirsə, o zaman burada gördüyümüz bəndləri seçirik. Daha sonra dərs cədvəlini generasiya et deyə vururuq. Və budur, artıq cədvəlimizdə heç bir problem görünmür, yəni cədvəlimiz hazırdır. Gördüyünüz kimi biz cədvəli çapa verdiyimiz zaman pulsuz versiyalarda
Yəni internetdən yüklədiyimiz pulsuz versiyalarda cədvəlimizdə bu formada ortada yazı çıxacaqdır. Amma sizə təqdim edəcəyimiz versiyada isə cədvəlimiz məktəbimizin dərs cədvəli bu formada olacaqdır. Proqramı əldə etmək üçün yaxud cədvəlinizin hazırlanmasını sifariş etmək üçün bir daha deyirəm, ekranda gördüyünüz WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik. Növbəti videolarda görüşmək diləyilə sağlıqla qalın.